Dostlar, salam aleykum. Bugün möhtəşəm bir təqdimatım olacaq. Əsl belə muşkoy yemək, kişi yeməyi. Həqiqətən faydalı. Kişi deyəndə ümumiyyətlə insanlara faydalı bir yeməkdir. Yəni belə yeyib içən oğlanların yeməyidir. Yeməyi sevən oğlanlar üçün. Qəşəng yemək istəyən oğlanlar üçün. Deməli, əl-qərəz. Çox uzunçuluq eləməyim. Gəl bir dənə şey göstərəcəm sənə. Deməli dostlar, bu dəvə ətidir. Dəvə ətinin bozartması deyin buna, dəvə ətinin tuşonkası deyin buna. Yaxın elə bir dənə, maksimal yaxın. Deməli dostlar, 300 kiloluq dəvədir. Dən yaxın elə, uzağa getmə, qadan alım, uzağa getmə. Bir də ətin bişməyinə bax. Bax, qara tikə. Mənə maraqlı, bunu elə bil ki, konkret seçilib bu. Bunu belə didişdirəcəm dostlar. Öz şirəsində konkret yağa çıxıb bu. Bunu yiyəcəyik biz. Demək, xalis bir yeməkdir. Çörək də öz çörəyimizdir ki, inşallah. Bu çörək bizim öz çörəyimizdir. Boyat çörək. Demək dostlar, yemək yiyəndə mən tərəfdarıyam ki, çox belə qaşıma qarış, salat, mala, 50 min cürə stolun üstünə şey olmasın. Yəni, bu yeməyə kifayət edir. Göstər bir dənə soğan, hövsan soğanı və badımcan turşusu, sirkəli. Başqa şeyə ehtiyac yoxdur. Hələ bəlkə onlar da artıqdır. Zövqə görə. Bismillah. Yaxınca. Baya döyəcəm səni. Bismillah. Bundan bax ulan. Qulaq as. Sən bunun dadına bax. Denən ki, mən dəvəti yemişəm ondan sonra. Seçiləcək. Fərqi hiss edəcəksən. Yolunuzu gözləyirik. Salam aleykum.